Salam değerli izləyicilər, Qubada özünün masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qafqaz İnfonun əldə etdiyi məlumata görə məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara müalicəvi masaj yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib. O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi 6 aylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda güya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24.000 manatdan artıq pul alır. Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib. Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də möcüzə olar. 2 dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya hətta qaça biləcək. Amma ay tamam olsa da bir nəticə olmadı. Çox təəssüf. Digər zərər çəkmiş də oxşar ifadə verib 6 aya yaxın Şaiq doktorun yanına getdiyini bildirib. Yəni Şaiq adlı şəxsin və 13.000 manat pul verdiyini bildirib. Həşimov məhkəmədə özünü təqsirli bilməyib, o heç vaxt insanları aldatmaq niyyətində olmadığını deyib. Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm, Azərbaycanda da qeydiyyatda olmuşam, vöyünüm var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim. Quba rayon məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Qeyd edək ki, Şaiq Həşimov əməkdar artist Aybəniz Haşimovanın qardaşıdır.